Belə bir dim sualı var. Deməli, medianlar kəsişir. Yəni bu mediandır. Bura bir K qoyuram və bura bir N qoyuram. N medianı AK və BM medianları düzbucaq altına kəsişir. İndi bax, BM 12 verib, buranı 12 verib. Biz bilir ki, medianlar təpə nöqtədən başlayaraq kəsişmə nöqtəsinə qədər 2-1 nisbətində bölünür. Yəni bura 12 isə MN də M bərabər 12-nin yarısı. 12 bölü 2 6 olacaq. Bura 6'dır. 6. İndi biz baxın burada düzbucaqlı üçbucaq alınır. M, C, A. Baxın elə bunu çəkək. M, C, A üçbucağı və bura. İndi düzbucaqlı üçbucaqda hipotenuza çəkilən median 6 sm. Hipotenuzu yarı bölür və onun yarısına bərabərdir. Deməli medianla bu hissələr bərabər olacaq. Yəni burada 6 olacaq, burada 6 olacaq. Bizdən AC-ni istəyir. Yəni bu hissəni. Yəni bu hissəni. Onda 6 üstəgəl 6 bərabərdir 12 olacaq. Cavab 12.